səsin şiddəti birbaşa nəfəslə əlaqədardır. Düzdür, bunlar indi vəhdət təşkil edir, amma dinləyicimizin sualı konkret olaraq temp və hərflə bağlıdır. Tempi tənzimləmək üçün mütləq məşq eləmək lazımdır. Şifahi qaydada deyim, bəlkə kimlərsə hələ ki mənə çata bilmir. Məsələn, götürürsünüz bir şeiri, səsləndirirsiniz. Sonra həmin şeiri qiraətçinin ifasında dinləyirsiniz. Mən səsləndirdim, tutaq ki, 3 dəqiqə 20 saniyəyə, qiraətçi isə 5 dəqiqə 48 saniyə sərf edib. Deməli, mənim nitqimin tempi artıqdır. Mən tez bitirdim. Hər dəfə təkrar oxuyuram. Axırda onun rəqəminin civarında dayanıram. Bax, bu orta tempo olur. Ümumiyyətlə, danışanda ən azından ailə üzvləri və ya əməkdaşları ilə bunu eləsinlər. Bütün diqqət qalsın nitqin tempində. Tutaq ki, həmişə deyir ki, zəhmət olmasa orada mənə bir stəkan çay gətir. Zəhmət olmasa orada mənə bir stəkan çay gətirə bilərsən. Hər sözdən sonra sanki stop play, belə işləsinlər. Bir müddətdən sonra vərdişə çevrilə bilir.